Məbəs günü Allahın bəndələrinə hörmətinin ifadəsidir. Bundan böyük hörmət ola bilməz ki, Allah insanla danışır, düşündürür, onun ağlına müraciət edir, onun ağlına dəyər verir. Bu dinin doğulduğu gündür. Fəxr eləyin, həm də şükür eləyin Allaha ki, belə bir dinə bizi hidayət eləyib, sonuncu Peyğəmbərin ümməti. Görün bu din necə başlayıb dəvətini və bunu elan edin, dünyaya çatdırın hansısa bir dildə. Gənclər xarici dillərdə çatdırsınlar. Müəyyən sosial şəbəkələrdə bununla bağlı statuslar yazsınlar ki, bu din doğulanda belə doğuldu. Bax, İqra bismi rabbikəlləzi xələq. Oxu səni yaradan Rəbbinin adıyla. İqra və rabbukəl əkrəm. Oxu, sənin Rəbbin çox kəramətlidir. Əlləzi alləmə bil qələm. O Allahdır ki, qələmə yazmağı öyrətdi. Görün, birinci dəvəti oxu, qələm, yazı, elm öyrətmək. Belə bir dinin ardıcılıq və bu dinin ardıcıllarını hərdən adam baxıb bu vəziyyətdə görəndə ürəyi yanır ki, heyf bu sərmayədən ki, biz istifadə edilməmişik. Oxu kəlməsi ilə doğulan mədəniyyət bu vəziyyətdə olmamalıdır. Deməli, nöqsan bizim müsəlmançılığımızdadır, bizim dinə yanaşmağımızdadır. Allahdan bu bayram günündə istəyirəm ki, Allah bizi həqiqi İslam yoluna, İslam dininə, Peyğəmbərin dəvət elədiyi dinə hidayət eləsin inşallah. Allah bizi Peyğəmbərimizin ümmətindən həqiqi mənada qərar versin inşallah.